də torpağında kupçası olan 3 sot torpaq sahəsində 5 otaqlı evimizin təqdimatındayım. Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Həqiqətən də gözəl evdir, yerləşmə yerinə söz ola bilməz. Gördüyünüz bu gözəl evimizin həyətyanı sahəsini göstərim sizə, dəyərli izləyicilərimiz. Həyətyanı sahəsinə rahat şəkildə 2-3 avtomobil daxil olur. Torpaq sahəsi bu hissədə az görə bilərsiniz, çünki evin arxa hissəsində də torpaq sahəsi var. Pultla idarə olunan jaluz qapısı, əl qapısı, alt deni, həyətyanı sahəsinin işıqlanmasına kimi hər birisi mövcuddur. Bütün kommunallar var, mərkəzi kanalizasiya sistemidir. Həyətyanı sahəsinə heç bir qonşu pəncərəsi baxmır. Daxil olan evimizin iç sahəsinin təqdimatına. Daxil olarkən bizi belə bir gözəl dəhliz qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsiləndir. Mərtəbə döşəməsi ümumilikdə istifoldan təchiz olunub. İkinci mərtəbə qalxan pilləkənlər beton pilləkənlərdir, üzü mərmər daşlardan üzdəndir. Ara divarlara kimi qoşa daşdır. Baxın, dəyərli izləyicilərimiz. Burada yerləşir evimizin qonaq otağı. Pəncərəsi şəbəkə pəncərə, həyətyanı sahəsinə baxır. Qiymət də münasib qiymətli, qiymət də açıqlayıram sizə. 152 min startlı qiymətdir, ya müştərilərdən qiymətlər razılaşmaq olacaq. Burada yerləşir birinci mərtəbədə olan yataq otağı, bu hissədə qardırop üçün yerdə saxlanılır. Bu hissədə yerləşir mətbəx. Mətbəx genişdir, çox xanımların istədiyi kimi geniş mətbəx, dostunuzla rahat şəkildə yerləşdirə bilərsiniz. Və mətbəxdən evin arxa hissəsinə keçid var. Baxın, dəyərli izləyicilərimiz, evin arxa hissəsində kifayət qədər torpaq sahəsi var ki, orada da manqalni və yaxud da ki, digər işlər üçün istifadə edə bilərsiniz. Kombi üçün bu hissədə yer ayrılıb, kanallarda hər birisi yaxınlığında. Keçək evimizin digər hissələrini təqdimatlayır sizə. Dəyərli izləyicilərimiz, bir daha xatırladıram, evin də torpağında kupçası var ki, kiməsə dövlət ipotekası ayrılırsa, dövlət ipotekasına sahib ola bilər. Burada yerləşir sanitar qovşaq. Asfalt tavanı üçün hər birisi yığılıb, çox səliqəli təmiri var. Həqiqətən də gəlib almağa dəyər. Keçək evimizin ikinci mərtəbəsinin təqdimatına. İkinci mərtəbədə gördüyünüz kimi bölgü dəhliz vasitəsilə aparılır. Mərtəbə arası monolit beton, kəmər, fundament hər birisi mövcuddur. Dəhliz vasitəsinin eyvana çıxışı. Bu hissədə yerləşir ikinci mərtəbədə olan sanitar qovşaq. Burada yerləşir yataq otağından birincisi. İşıqlı bir evdir. Ən vaciblərdən də biri olur ki, aynaların qarşısının hər birisi açıqdır. Burada digər yataq otağı yerləşir. Bu hissədə sonuncu yataq otağı. Hörmətli izləyicilərimiz, ünvanı bir daha xatırladıram. Abşeron rayonu Masazır qəsəbəsi köhnə məhəllələrdə ətraf tam yaşayış, yaşıllıq olan bir ərazidir. Özünüz də şahid olursunuz. Marşrut xəttinə yaxın, məktəbə yaxın 152 min startlı qiymətli real müştərilərdən razılaşmaq olacaq. 051 635 17 97 nömrəmizdə əlaqə saxlayıb gəlib bu evə sahib ola bilərsiniz.